Salam, bu dərsimizdə Hindistandan danışacağıq, Böyük Britaniyanın Asiyadakı ən böyük müstəmləkəsindən danışacağıq. Bu siyasət, ümumiyyətlə Hindistan, bu müstəmləkə məsələləri hansı dövrdən başladı? Böyük coğrafi kəşflərdən sonra. Artıq böyük coğrafi kəşflər baş verdi, yeni sərvətlər, bunu ələ keçirmək, bu hamısı mənim olmalıdır, görməmiş kimi də töküldülər bu ərazilərin üzərinə və Hindistanda da biz indi ingilislərin fəaliyyətindən danışacağıq, əsas bizə bu lazımdır. 18-ci əsrdən Hindistanın işğalına başladı İngiltərə, Böyük Britaniya yəni deyək və 19-cu əsrin birinci yarısında bu proses davam etdirildi və ikinci yarısında da başa çatdırıldı və Hindistanın işğalını Britaniya necə həyata keçirdi? Ost-Hind şirkəti vasitəsilə. Ost-Hind şirkəti vasitəsilə necə? Bu bildiyimiz şirkət, yəni ordusu var idi, idarə etməsi var idi, hər şeydə qüvvəli bir qurum idi və Hindistanın 19-cu əsrin əvvəllərində Hindistanın 4/3 ərazisinin 4/3 hissəsi bunun idi. Və idarə etməni də həyata keçirirdi. Kim? Həmin bu şirkətin rəhbəri, general-qubernator idi və Hindistanda olan müstəmləkənin ali idarəçisi idi. Niyə general-qubernator? Elə deyərdi ki, Hindistanda müstəmləkə rəhbəri, nə bilim, hər hansı başçısı. Xeyr, general-qubernator nədir? Yəni, onun əlində artıq həm hərbi, həm mülki inzibat, hər şey buna tabidir. Hərbi də, mülki idarə etmədə hamısından bir kəs məsuliyyət daşıyır. O da general-qubernator idi, şirkətin rəhbəri. Bəs mərkəz hara idi? Kəlkütdə idi. Belə deyək ki, Hindistanda bir dövlət idi artıq. İndi qarşıda bunun qarşısını İngiltərə necə alacaq, şirkəti necə qulaq vurması verəcək, ona da baxacaq təbii ki. Baxın, sadə bir misal çəkək. Müstəmləkə nədir? Bunu iki sözlə həmişə biz asan yadımızda saxlamalıyıq və saxlayırıq da. Xammal və satış. İki söz. Xammal, yəni müstəmləkə xammal bazasıdır və həm də satış bazarıdır. Bir nümunə çəkək, misal üçün Çin mövzusunda da tiryəkdən danışacağıq. Tiryək üçün əlverişli torpaq var, belə loro dildə dedik, Çin, Hindistanda bunu əkib yetişdirməyi sərf eləyir. Əkirlər, yetişdirirlər və aparıb başqa bir müstəmləkədə Çində satacaqlar. Biz bunu görəcəyik. Başqa bir misal götürək, pambıq, hamımızın bildiyi pambıq üçün əlverişli bir torpaq var. Mən o torpağı ələ keçirmişəm, orada pambığı əkirəm, sonra ondan müxtəlif məhsullar istehsal edib elə olan əhalisinə də satıram. Və bunu əkərkən də, becərərkən də, hətta istehsalda belə də o ərazinin əhalisindən istifadə edirəm. Bu olur müstəmləkə, yəni istismar, belə desək. Və bunun üçün münbit şərait nədir? Yəni müstəmləkə üçün, yəni bir dövlət başqa bir dövlətin ərazisini müstəmləkəyə çevirmək üçün nə lazımdır? Hansı münbit şərait lazımdır orada? Dağınıqlıq, tənəzzül, ara müharibələri. Bunun ən yaxşı nümunəsini biz Azərbaycanda da görürük. Rusiya hansı formada girdi Azərbaycanı öz müstəmləkəsinə çevirdi? Məhz dağınıqlıq idi. Feodal da xanlıqlar qırdılar bir-birlərini, zəiflədilər, vahid dövlət olmadı. Yarısı Qacarlara, yarısı Rusiyaya sığındı və məharətlə bundan istifadə eləyib Azərbaycan müstəmləkəyə çevrildi. Eynisi Hindistanda da baş verdi. Eynisi idi elə. Yəni Moğol dövləti tənəzzül edirdi. Racələr qırırdılar bir-birlərinin hakimiyyət üstündə. Racə kim idi? Feodallar. Bizim dilimizlə desək xanlar idi da, qırırdılar bir-birlərini. O deyirdi, mənim olacaq Hindistan, bu deyirdi, filan ərazi mənim olacaq. Bütün bu proseslərdən də əziyyət çəkən kimlər olacaqdı? Aşağı təbəqə, kəndlilər. Və ingilislər də oturdular kənardan, baxırlar ki, bunlar qırır, bir-birini zəifləyirlər. Burada bundan istifadə etmək lazımdır. Ona görə də həmin ara müharibələri müstəmləkələşmə siyasətini, prosesini sürətləndirirdi. Hətta ingilislər racələrin bəzən formal müstəqilliyinə dəstək də verirdi. Niyə dəstək verirdi? Bunlara sərf eləyirdi dağınıq olmaq. Bir vaxt bir nəfər Hindistan, hamı bir bayrağın altında birləşsin, sən oraya girib oranı müstəmləkə eləyə bilərsən. Xeyr, dağınıqlıqda hərə öz ərazisində xandır, hərə öz ərazisində ağadır və mən də gəlib onu dəstəkləyirəm. Gördün də Pəncabda, Pəncab hakimi sənə nə dedi? Eşitdin də o söhbəti. Bu yığdı, qoşunun getdi, qırırlar bir-birin, daha bilmirlər ki, axırdakı məqsəd nədir? Və bu dəstəkləmənin də məqsədi təbii ki, zülm artacaq,
vəziyyət çətinləşəcək, üsyanlar genişlənəcək, zəifləmə daha da artacaq və mən rahat girib, orada qəşəng sərvətlər var, onları ələ keçirəcəm. İngiltərə bu siyasəti yürüdürdü. İndi görək qarşıda həmin siyasət necə həyata keçiriləcək. Deməli, Ost-Hind şirkəti vasitəsilə dediyi Hindistan işğalı həyata keçiriləcək və burada nədir ki, general qubernator, mərkəzi Kəlkütdə və burada ağır vergilər də həyata keçirilirdi. Təbii ki, hələ ki 19-cu əsrin əvvəllərindən danışırıq və korrupsiya, özbaşınalıq baş alıb gedirdi. Məmur özbaşınalıqdır, özbaşınalıq deyəndə başqa nə olacaqdı və bu da iqtisadi vəziyyəti çətinləşdirirdi. Yəni, kimin iqtisadi vəziyyətini, kəndlilərin iqtisadi vəziyyətini çətinləşdirirdi. Buna nümunə nə idi? Kəndlilər yüksək icarə haqqı ödəyirdilər. Məhsulun yarıdan çoxun vergi olaraq verilir. Bu ağır vergi siyasətdir. Yarıdan çoxun vergi vermək nə deməkdir? Yazıq istiqbal. Təsəvvür eləyin, kəndli Hind feodallarına və ingilislərə, şirkətin nümayəndələrinə də belə desək ki, ağır vergi, icarə haqqı ödəyir yüksək formada və məhsulun da yarıdan çoxun vergi olaraq verir. Bu bədbəxtin əlində nə qaldı? Bu qarnına yemək tapa bilməyəcək. Az olanda da nə baş verəcək? Qırğın baş verəcəkdi və bunun üçün də bir qığılcım lazım olacaq. İndi o qığılcım da biz görəcəyik ki, müstəmləkəçiliyə qarşı üsyan baş verəcək. Sipahilər üsyanından danışacağıq. Yuxarıda da qeyd etdik ki, Britaniya hələ 18-ci əsrdən Hindistanda işğala başladı. 19-cu əsrin birinci yarısında Maratha Konfederasiyasının tərkibində olan ərazilər və Pəncab ələ keçirildi. Qabaq deyildi 1849 başa çatdırdı Hindistan işğalını. İndi biraz bunu deməyəcək, yəni birinci yarısı bu ərazilər ələ keçirildi. Başa çatdırılması isə 1856-cı il Aud knyazlığının işğalı ilə baş verdi. Deməli, orada da belə bir cümlə ilə rastlaşacaqsınız. Deyir, asılı olan Aud knyazlığının tabe edilməsi ilə Hindistanın işğalı tamamlandı. Yəni, bu nə deməkdir? Asılı idi təbii ki, amma o tam ləğv elədi, bitdi. Artıq bütün idarəçilik keçdi ingilislərin əlinə. Nə zaman? 1856-cı ildə. Burada indi konfederasiya sözü işlətdik. Bunun da açıqlamasını verək, sonra qaranlıq qalmasın. Konfederasiya hər hansı bir prosesə qarşı o qədər də güclü olmayan bir ittifaqdır. Yəni, müəyyən müddətə tərkibində bir birləşmələr birləşirlər, vahid idarə etmə olmur. Hər hansının özü olur, amma vahid mübarizə aparmağa cəhd eləyirlər də konfederasiya buna deyilir. Hərə özünün ağası olur, sadəcə yığışırlar, gedirlər belə deyək ki, davaya da bir yerdə. 3-4 dənə dost bir yerdə davaya gedirlər. Hər o davada dostun birinin qaçmaq ehtimalı var, konfederasiyada dağıla bilər və yaxud da görəcəklər ki, döyülürlər, hamısı qaçıb gedəcəklər. Yəni, güclü olmayan bir birlikdir, deyə bilərik konfederasiya. İngilislər 56-cı ildə dediyi Hindistan işğalını başa çatdırdılar, yaxşı elədilər, biz nə deyə bilərik, haqq eləyirdilər, türklər demiş, dağınıqlıqdır, siz özünüz bir-birinizi qıranda, gəlib bax, adamı belə də işğal eləyərlər. Və bu işğalı tamamladılarsa, bütün ali hakimiyyət keçdi bunların əlinə və vergi yığımı da, təbii ki də keçdi əllərinə. Hər şey bunların əlindədir. Bunların deyəndə ki, söhbət hələ ki, Ost-Hind şirkətindən gedir də və işğal başa çatandan sonra ali hakimiyyəti, vergi yığımını da ələ keçirəndən sonra bəzi ənənəvi qaydalar saxlanıldı. Yəni, nə deyirik? Deyirik, qismən saxlanıldı. Keçmiş hakimlərə də təqaüd verib göndərdi ömrünün axırına qədər də, yəni, dedi, pensiyaya get, işinlə məşğul ol, səsivi çıxarma. Pul demirsən, verirəm də sən təqaüd get, otur, mənim işimlə məşğul olma, et qarışma. Ost-Hind şirkəti qaz vurur, qazan doldurur, belə deyək, qılıncının dalı da kəsir, qabağı da kəsir. İngiltərə hökuməti artıq həyəcan təhvili çaldı ki, lap yaxşı, sağ ol, deyir, səni çox istəyirəm, özümü səndən də çox istəyirəm. Bu Ost-Hind şirkəti güclənə gedir. Bunun qarşısını almasaq sabah nə baş verər? Bütün Hindistanı tutub, o sərvətləri idarə eləyəcək, sabah mən söz deyəndə əli ilə belə eləyəcək, heç mənə saya salmayacaq. Mən neynəməliyəm? Buna bir yüngülvari qulaq vurması verməliyəm. Deməli, nə oldu? Ost-Hind şirkətinin yeni mülklər ələ keçirməsi, hansı ki, dediyi artıq başa çatdırdı işğalı, İngiltərə hökumətinə addımlar atmağa, onun inhisarçılıq deməli, hüquqlarını ləğv etməyə
məcbur etdi və 1813-33-cü illərdəki qəbul olunan xartiyalarla Ost-Hind şirkətinin inhisarlıq hüququ ləğv olundu. Bu nə deməkdir? Bu qeyri-adi bir şey. İnhisar nədir? Yəni, burada hər şey məndən sorulur. Yəni, nəyə? Burada hər bir şeyin ağası mənəm. Məndən icazəsiz satış edə bilməzsən, məndən icazəsiz nəsə alıb gətirib və yaxud da burada satışın həyata keçirə bilməzsən. Hindistanda məndən icazəsiz kimsə ticarət edə bilməz. İnhisar budur. Yəni, buranın ağası mənəm. Buranın ağası mənəm deyən bir şirkət. Buranın ağası mənəm olan, hüququ olan bir şirkətdə də İngiltərə hökuməti təbii ki, bu 1333-cü il xartiyasını verəcəkdir. Və bu inhisarçılıq hüququ ləğv olandan sonra artıq belə desək açıq bazar oldu. Hindistan və elə Çini də burada deyə bilərik ki, bütün şirkətlərə açıq elan olundu. Artıq onlar gəlib burada Ost-Hind şirkəti kimi satış da keçirə bilərdilər, mülk də idarə edə bilərdilər, hər hansı bir müəssisə də yarada bilərdilər. Bunu faydası nə idi? Yuxarıda qeyd etdiyim kimi, yəni güclənməyəcəkdi şirkət və çoxlu şirkətlər olacaqdı, hamısının arasında rəqabət yaranacaqdı, artıq tabi olduqları bir dənə də ağaları olacaqdı İngiltərənin, yəni də Böyük Britaniyanın mərkəzi hökuməti. Amma yenə də rahatlaşmayacağıq, indi görək qarşıda nə baş verir, ona da baxaq. Demək bu işğallardan danışdıq. Amma bu bir müstəmləkə idi da. İndi İngiltərənin prosesdə iştirakından danışdıq. Bəs əhalinin vəziyyəti necə idi? Təbii ki, burada ən əsas əziyyət çəkən aşağı təbəqə idi və təbii ki, yuxarı təbəqədən də məmurlar da narazı düşmüşdülər. Çünki nə dedik? Onları təqaüdə göndərdilər və onların mülklərin əllərindən almışdılar da. Və bu müstəmləkə zülmü, həmçinin İngiltərə burada dini siyasətdə həyata keçirdi, yəni zorakı xristianlaşdırma deyək buna və həmçinin müstəmləkə zülmü. Yəni, müstəmləkə zülmü ifadəsi əslində ümumi anlayışdır ki, bunların içərisində o gedir. Müstəmləkə prosesinin, müstəmləkənin nə olduğunu biz bildik də, düzdürmü? Yuxarıda bir daha təkrarladık bunu və onun zülmü nə olacaq? Misal üçün, ərazi ələ keçirilib orada hər hansı bir kiminsə malı, məhsulu, əmlakı müsadir olunursa, bu müstəmləkə zülmüdür. Buna xidmət edən kiminsə statusu əlindən alınırsa, orada idarəçilik ləğv edilirsə, o da onun üçün müstəmləkə zülmüdür və o etiraz edəcək təbii ki. Və zorakı xristianlaşdırma və hətta əhalinin ən həssas məsələsi olan dini cəhətdən onları bir növ təhqir də etdilər. Çünki sipahilər üçün, bu sipahilər də kimlərdir? Təbii ki, çətin bir məsələ deyil. Sipahilər də Hind, deməli, o şirkətin, Ost-Hind şirkətinin sıralarında xidmət edən hindlilər idi, əsgər kimi, belə deyək ki, döyüşçülər idi. Belə deyək də, paralı əsgərlər idi. Və bunlar, deməli, təbii ki, bunların içərisində müsəlmanlar da var, bunların içərisində hindlilər də var. Və inək və donuz piyi qalmaqalı deyirik biz buna. Yeni patronlarda onları istifadə etmək üçün dişinlə çəkib açmalıydın və bu da donuz və yaxud inək piyindən istifadə olunmuşdu onun hazırlanmasında. Hindlilərə görə inək piyi, müsəlmanlara görə donuz piyi. Yəni, hansı müsəlman donuz piyini ağzı ilə çəkib açar və yaxud ondan istifadə edilmiş, bu qarşı durmaya səbəb olacaq. Yəni, bu proseslər üsyanın deməli, başlaması üçün bəhanə oldu. Yəni, müstəmləkə zülmü, zorakı xristianlaşma, bunu səbəb olaraq qeyd etsək, bu patronlardan istifadəndə bir bəhanə olaraq istifadə edirik və 1857-59-cu illəri əhatə edən sipahilər üsyanı başlandı. Üsyan çox geniş başladı, çünki narazı kütlə qoşuldu da, bir işıq idi onlar üçün, bir qoşuldular, boğaza yığılmış əhali üçün bir vasitə oldu və üsyan tezliklə Qanq vadisi vilayətlərinə yayılmış oldu və üsyançılar Dehlini tutdular. Orada sonuncu Moğol nümayəndəsi deyək, 2-ci Bahadıra dedilər, dayı, bəs biz üsyana başlamışıq, sən də qoyruq bura, bizə rəhbər eləyirsən də, simvolik olaraq da sülalənin nümayəndəsisən, bizə rəhbərlik eləyəcəksən, onu lider seçdilər özlərinə, artıq başçıları da var və üsyan
genişlənir və yerli hakimlər də üsyana qoşulacaqdı, qoşulurdular. Yəni tək kəndlilərdən aşağı təbəqədən ibarət deyildi. Yerli hakim də niyə qoşulacaqdı? Çünki onun vəzifəsi, əmlakı əlindən alınmışdı, acıqlı idi hökumət müstəmləkəçilərə qarşı. Və bunlar da ingilislər də düşündülər ki, bunlar Bahadırı biz aradan götürək ki, bu üsyana bir zərbə olsun da, başçısı yoxdursa, istər-istəməz orada dağınıqlıq olacaq. Və neynədilər? 1858-ci ildə həbs və sürgün. Yəni onu həbs elədilər və sürgünə göndərdilər. Bu da əslində Böyük Moğol dövlətinin sonu demək idi də, bitdi. Rəsmi olaraq deməli, biz üsyanı düzdür 59-da bitirəcəyik, amma elə üsyanın gedişində sülaləyə son qoyulmuş, yəni dövlətə son qoyulmuş oldu. Belə deyək ki, üsyan da 59-cu ildə, 1859-da yatırıldı. Klassik səbəblər, niyə yatırıldı üsyan? Vahid rəhbərlik yox idi. İndi deyəcəyik ki, bəs 2-ci Bahadır nə idi? 2-ci Bahadır əlində qılınc düşüb bunlara komandanlıq eləmirdi, rəhbərlik. O ümumi bir özləri üçün bir obraz olaraq başçı seçmişdilər. Amma orduların ümumi rəhbərliyi yox idi. Vahid komandanlıq yox idi, fikir müxtəlifliyi var idi və nizamsız idilər. Bunlar məğlubiyyət səbəbləri idi. İndi mənim ağlıma belə bir sual gələ bilər ki, axı biz yuxarıda dedik, bu üsyanı eləyən sipahilər idi, adından da göründüyü kimi. Bunlar elə İngilis ordusunda xidmət edirdilər də, bunlar ordunun da, hərbin də, taktikanda nə olduğunu bilməli idilər də, bir hərbiçi idilər bunlar. Amma bilmədilər də, yəni məsələ ondan ibarətdir ki, bunlar küçələr üzrə, misal üçün, hərə öz küçəsini müdafiə edirdi, hərə öz məhəlləsini müdafiə edirdi, amma üstlərinə gələn isə vahid komandanlığı olan bir dövlət ordusu idi, yəni İngilis ordusu idi. Bunların arasında təbii ki, qarşılaşanda nə qədər uğurlu olsalar da sonda nəticə İngilislərin xeyrinə olurdu. Və üsyan bitdi, dedik gedişində Moğol dövlətinə də son qoyuldu. Və burada yazmışıqdır, metropoliya idarəçiliyin yaxşılaşdırılması. Metropoliya dedikdə burada yəni kosmosdan zatdan danışmırıq. Metropoliya ilə Britaniyanın özüdür də. Yəni metropoliya sözünün mənası odur ki, müstəmləkələri və yaxud ondan asılı əraziləri idarə edən bir dövlətə metropoliya deyirlər. Və yaxud loru dildə isə çoxlu müstəmləkəsi olan bir dövlətə metropoliya deyə bilərik. Yəni metropoliya, yəni Böyük Britaniya üsyandan sonra dedi ki, da elə 2 dəqiqədən bir beynimi xarab eləyəcəklər, o üsyan eləyəcək, əlinə bayraq götürən bir dənə üsyan eləyəcək. Nə etməliyəm? Biraz idarəçilikdə elə eləyim ki, nə şiş yansın, nə də kabab. Ona görə də idarəçiliyin yaxşılaşdırılması haqqında akt qəbul etdi və üsyanın səbəblərindən biri də təbii ki, Ost-Hind şirkəti idi də, burada o zülmləri həyata keçirən. Ona görə də 1333-də onun hüquqlarının müəyyən hissəsini ləğv etmişdi ki, artıq üsyandan sonra Ost-Hind şirkəti tamamilə ləğv olundu və Hindistanın idarəsi hansı ki, o general qubernator idarə eləyirdi, o da ləğv olundu. Birbaşa Britaniya taxtına tabe edildi və ayrıca nazir vəzifəsi təsis olundu. Elə bil ki, Hindistan üzrə nazir artıq oranın idarəsi ilə o məşğul olacaqdı və idarəçilik də qubernator ləğv olandan sonra keçdi vitse-krala, yəni vitse-kral dövrü başladı. Bütün bu danışdıqlarımız hamısı sipahilər üsyanından sonra deməli olmuş işlər idi və təbii ki, Britaniya Hindistanı adlı bir mülk yaradıldı. Yəni artıq loru dildə desək, Hindistan Böyük Britaniyanın bir vilayəti oldu. Böyük Britaniya Hindistanı adlandı. Ora ayrıca bir nazir vəzifəsi var idi. İdarəçiliyini də orada həyata keçirirdi vitse-kral. Yəni kralın belə desək ki, təyin etdiyi bir şəxs. İndi görək qarşıda nə baş verir. Qarşıda çox şey baş verir. Britaniya Hindistanı dedik, belə adlandı və ən böyük müstəmləkə. Bundan da artıq yuxarıda biz danışdıq və bu Hindistan müstəmləkəsi ki deyirik, bunun ərazilərinə müasir dövrümüzdə Hindistan, Pakistan dövlətlərini, Bangladeş və Birma dövlətlərini və yaxud Myanma misal çəkə bilərik və burada xəritədə də mən onların ərazisini belə təxmini çəkəcəm. Deməli, Britaniya müstəmləkəsi, baxın, bu formada
təxmini də belə bir şey eləyək. Həmin bu, indi burada təxmin çəkdim dövlətlərin ərazisini sizə göstərmək üçün. Deməli, Hindistan müstəmləkəyə daxil idi müasir dövlətlərdən. Hindistan, Pakistan, Bangladeş, qarşıda müasir dövrdə o Bangladeşin yaranması da o şərqi Pakistan ərazisində yaradılır və Myanmar və yaxud Birma kimi də çıxsa qarşınıza problemi yoxdur, eyni ərazidən söhbət gedir, bu əhatə eləyirdi. 1876-cı ildə Viktoriya, Kraliça Viktoriya dedi ki, bilirsiniz nə var? Mən Britaniyanın imperatriçasıyamsa, sözü də dilim dolaşdı deyə bilmədim, elə Hindistanın da imperatriçası olacam mən. Ona görə də 76-cı ildə göz doymur axı, özünün Hindistanın da imperatriçası elan etdi. Bax, bayaq yuxarıda biz Azərbaycanla müqayisə elədik ki, necə ki, müstəmləkə Azərbaycan Rusiyanı çevirdi, dağınıq halda idi, xanlıqlar arası daxili mübarizələr gəldi tutdu, orada da racələr arası mübarizələr, vəziyyət çətinləşdi, tutmağa şərait yarandı. Eyni ilə bizdə də 19-cu əsrin ikinci yarısı kapitalist münasibətlərinin sürətlənmə prosesi. Burada da yenə kapitalist münasibətləri, yəni sözümü nəyə gətirirəm? Bizimlə ortaq cəhətdir ki, bizdə də kapitalist münasibətləri müstəmləkə şəraitində meydana gəldi. Hindistanda da milli burjuaziyadır, ziyalılar da yenə müstəmləkə dövründə ortaya çıxdı, həmçinin Hindistanda da. Baxın, kapitalizm 19-cu əsrin ikinci yarısı kapitalizmin yaranması və hindlilər buranı hərdən parlamentlərdə oturanda belə böyük danışırdılar. Buranı Britaniya imperiyasının mirvarisi adlandırırdılar Hindistanı. Ən böyük Asiyada müstəmləkə və sərvəti də ki, saysız hesabsız. Milli burjuaziya və ziyalılar da ortaya çıxdı, təbii ki, bu dövrdə qeyd elədik. Və İngilis təbii ki, burjua nümayəndələri burada əsasən diqqət edirdilər dəmir yollarının çəkilməsinə, suvarma qurğuları, pambıq və şəkər qamışı plantasiyalarını daha çox üstünlük verirdilər. Burada da qeyri-adi bir şərait yoxdur. Sən gəlmisən, buranı müstəmləkəyə çevirmisən və burada özünə şərait qurmalısan da. Daşınma üçün sənə dəmir yolu lazımdır. Suvarma lazımdır. Hər hansı bir nəsə plantasiya var da, suvarma lazımdır. Pambıq ən önəmli idi, şəkər qamışı da həmçində. Hindistan çayın vətəni, orada şəkər mütləq lazım idi. Çay içirsinizsə, nuş olsun. Arada dərsdə deyirsiniz ki, belə nuş olmalar göndərim. Deməli, və ixracda da, kənd təsərrüfatı məhsullarından da ixracda pambıq, buğda, çay, qəhvə, kauçuk ixrac olunurdu. Belə şeyləri o qədər əzbərləmək, yəni bilmək lazım. Demək, əzbərin tərəfdarı deyiləm. Baxın, bunu da, amma indi də metod deyək də, bunu da pambıq döşəkçənin üstündə oturmuşdular, buğdadan hazırlanmış piroqla, kauçuk stəkanda çay qəhvə içirdilər. Bunları ixrac edirdilər. Belə yadda saxlayın. Yenə də deyirəm, əzbər yox, anlayın ki, bax, dəmir yollardır, suvarmadır. Bu, mənim üçün zəruridir da. Mən müstəmləkə qurmuşam orada, oranı idarə eləməliyəm. Pambıqdır, buğdadır, önəmlidir, çay, qəhvədir, həmçinin kauçuk istehsalı əlbəttə ki, önəmli idi. Toxuculuq və ilk müəssisələr yenə də toxuculuq və emal sənayesi formalaşırdı. Ümumiyyətlə, elə sənaye çevirdi. İngiltərənin özünə nə deyirdi ki, ilk hardan başlamışdı? Yüngül sənayedən, toxuculuqdan başlamışdı. Bununla bərabər ağır sənayədə də belə deyək ki, ilk metallurgiya zavodu da Hindistanda yaranırdı. Söhbət 19-cu əsrin ikinci yarısından gedir. Milli burjuaziyada, necə ki bizdə, yenə də deyirəm, tez-tez bunu vurğulayım, onlarda deyil. Yəni, milli burjuaziyada müəssisələr yaradırdı. Məsəl üçün, 1887-ci ildə Bombay fabriki, milli kapitala əsaslanan ilk toxuculuq fabriki oldu. Amma fəhlələrin vəziyyəti ağır idi. Yəni, burada da belə bir cümlə yenə işlədirik ki, metropoliyadan fərqli olaraq müstəmləkədə onun, deməli, fəhlələrin vəziyyəti ağır idi. Yəni, Britaniyanın özündən fərqli olaraq Hindistan müstəmləkəsində fəhlələr 16 saat işləyirdilər. Yazıq 16 saat işləyəndən sonra yemək də yesə yatmağa vaxtı qalmır. Belə yuxuda da işləyirlər. Belə baxsaq və ona görə də yumşaltmalar, təbii etirazlar olurdu, yumşaltmalar həyata keçirdi. 1890-cı ildə verilən qərarlardan biri bu oldu ki, ilk fəhlə qanunlarda deyirik buna, uşaq və yeniyetmələrin istismarının, yəni işləməsini məhdudlaşdıran qərar idi bu və 19-cu əsrin sonu
ziyalılar, xüsusilə Avropada təhsil almış ziyalılar öz vətənlərini düşünən hərəkat, belə deyək ki, başladılar, addımlar atırlar. Yenə də bu bizdə də olur. Məsəl üçün Osmanlıda da biz bunu hər yanda da, yəni o xaricdə təhsil alıb gəlirdilər və öz dövlətini sevən onun üçün çalışırdı ki, burada da şərait, burada da onların rifahı olsun. Və bu mübarizənin nəticəsində belə deyək ki, 1885-ci ildə parlamentin icazəsi ilə, Britaniya parlamentindən icazə alıb Hindistan Milli Konqresini yaratdılar. Həmin bu Hindistan Milli Konqresinin məqsədi nə idi? Əhalinin hüquqlarının artırılmasına nail olacaqdılar və onların öz fikirlərini İngiltərə parlamentində deməsinə şərait yaradılmasını istəyəcəkdilər. Yəni bu nə deməkdir? Onsuz da İngiltərə parlamentində səs iştirak edirsə, deməli hüquqları artıb da eyni şeydəsində. Yəni hüquqlarımızı artırırsınız və bizə öz səsimizi demək üçün parlamentdə bir nümayəndə heç olmasa göndərməyə icazə verirsiniz. İngiltərədə düşündü ki, bunlar yaman birləşirlər, Milli Konqres nədir, sabahda deyəcəklər ki, biz səndən ayrılırıq, biz öz dövlətimiz oluruq. Ona görə hərəkətə keçdi, parçala, hökmranlıq et siyasəti. Bu nə demək idi? Bu o demək idi ki, hindlilərlə əsas iki güc baxsaq orada, müsəlmanlarla hindlilər arasında nifaq yaratdı və bu da öz təsirini göstərdi, yəni o qədər də uğurlu olmadı. Yəni Konqresin fəaliyyətindən söhbət gedir və 20-ci əsrin əvvəlləri hərəkatlar, bu hərəkatlara qarşı ağır cəzalar ümumxalq narazılığını artıq gətirib, ümumi səviyyədə narazılıq var idi. Bu da 20-ci əsrin əvvəl deyəndə elə yenə də bizlə götürəcəyik ki, Azərbaycanda da 20-ci əsrin əvvəlində ümumxalq sözün bax, ilk böyük ümumi tətil də bizdə 1903-də olur da, 20-ci əsrin əvvəlidir. Yəni çıxışların olması da yenə Hindistanla bizi ortaq cəhət, bugün hindlilərlə ortaq cəhət filmlərini sevirdik, bugün kifayət qədər ortaq cəhətlərimizi də çıxardıq. Və boykot hərəkatı nədir? Yəni əhali o çıxışlar olanda onlara sərt cəzalar gəlirdi axı. Bu dində hər dəfə dözmək olmurdu. Ona görə də İngilis mallarının boykotun həyata keçirirdilər və bu kifayət qədər uğurlu olurdu və bunu Hindistan tarixində birinci ümumxalq mübarizəsi də deyə bilərik, elə bu boykot hərəkatını 20-ci əsrin əvvəlində baş verən bu prosesləri. Bu da Hindistanla bağlı bu qədər. Diqqətlə dinləyin, uğurlar.